ask for, or ask to infinitive formal verb. Which one is correct? It depends on your sentence. So if you just only want to put a question, you should use ask. For example, she asked about the game rules. O oyunun qaydaları hakkında soruştu. Or he asked me what age I was. O mənim hansı yaşda olduğumu soruştu. Bu cümlədə sadəcə sual məqsədlə istifadə olunur ask sözü. O zaman biz buradakı kimi istifadə edirik. On the other hand, if you want someone to give you something, you should use ask for. For example, I always ask for extra tomato sauce on my pizza. Or they asked their boss for money, but he refused. Mən pizzamın üzərinə həmişə əlavə pomidor sosu istəyirəm. Yaxud o müdirindən pul istədi, lakin müdir onun istəyini rədd etdi. Bu hər iki cümlədə kiminsə sizə nəsə verməsini istəmək mənasındadır ask feili. O zaman biz for ilə istifadə edirik. Furthermore, you can use ask plus to infinitive formal verb. In that case, you probably request or invite someone to go somewhere with you. For example, I have asked Anna to come to the party. Or she asked her friend to help her. Mən Anna'dan partiyə gəlməsini xahiş etdim ya da o dostumdan ona kömək etməsini xahiş etdi. Bu cümlələrin hər ikisində ask feili xahiş etmək mənasında istifadə edilib və bu zaman biz hər zaman to istifadə edirik.